Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya və mürselin. Seyyid Muhammedin və alə alihi və ashabihi ecmaîn. Amma ba'd. Selamu aleykum və rahmetullahi və berekatuhu. Deməli qardaşlar, biz keçən məclisimizdə vasitiyyədə Allah Subhanahu taala əllər barədə danışdıq, özünə layiq. Sonra Şeyx Rahimullah Allahın görməyi barədə, görməyinə aid olan ayələri gətirir və etiqadımız budur ki, Allah Subhanahu taala görür və onun iki gözü var, özünə layiq olan. Və Şeyx Rahimullah burada 3 dənə ayə gətirib. Allah Subhanahu taala buyurur ki, "Vasbir li hukmi rabbika fa innaka bi a'yunina." Tur surəsi 48-ci ayə. Allah Subhanahu taala burada açıq-aydın görməyindən danışır. Yəni Allah Subhanahu taala buyurur ki, "Vasbir", səbir et. Və səbir ərəb dilində həbs deməkdir. Həbs, nəfsi həbs eləmək. Nəfsi həbs eləmək. Və bilirsiniz, səbrin növləri var. Necə İbn Qayyim buyurur, rahimehullah. İtaətə səbir, asiliyə səbir, Allahın qədərinə səbir. Və həmçinin İbn Teymiyyə rahimehullah artırır 4-cü, deyir, havalara səbir, yəni bidətə, xurafata səbir. Və İmam Əhməd rahimehullah buyurur, səbir barədə 90-a yaxın ayə var. Quran-ı Kərim 90-a yaxın. Və İbn Rəcəb rahimehullah buyurur, ən əfzəl, yəni səbrin ən əfzəl görünən əməl, hansı əməldə ən çox əfzəl görünür, aydın görünür? Orucda. Çünki orucda səbrin 3 növü də o görsənir, bilinir. İtaətə səbir, asiliyə səbir, Allahın qədərinə səbir. Və səbir mühümdir. Müminin sifətlərindəndir. Allah səbir edənlərləndir. Və Allah Subhanahu taala buyurur ki, "Vasbir li hukmi rabbik." Allahın hökmünə, Rəbbinin hökmünə səbr et. Bura səbrin üçün 3 növdə daxildir. Həm itaətdə, həm asilikdə, həm qədərdə. Fə innəkə bi'ayuninə. İsbat edir ki, Allah Teala görür. Və sonra başqa ayə gətirir. 2-ci ayə Qəmər surəsi 13-14. Allah Teala buyurur, "Və həməlnəhu alə zəti əlvahin və dusur. Təcri bi'ayuninə. Cəzəən limən kənə kufir." Və bu ayədə də həmçinin Nuh aleyhissalamdan danışır. Və həməlnəhu alə zəti əlvahin və dusur. Və orada da qeyd edilir ki, sən bizim gözümüzün qabağındasan. Və sonra 3-cü ayə gətirir, Tahə surəsi. Tahə surəsi 39-cu ayə. Allah Teala buyurur, "Və alqeytu aleykə məhəbbətən minni və litusna'a alə ayni." Musa aleyhissalam barədə nazil olub, Musa'ya müraciət etdi. Burada da həmçinin və litusna'a alə ayni. Allah Subhanahu taala görməyini isbat edir. Görməyini isbat edir. Təbii ki, Mötəzillər inkar edirlər Allah Teala'nı görməyi və Əşarilər də isbat edirlər görməyi, lakin gözsüz. Biz isbat edirik görməyi gözlə. Çünki Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Dəccal tək gözlüdür, Allah isə tək gözlü deyil. Tək gözlü deyil. Və Peyğəmbər sallallahu əleyhi və səlləm işarə edir bir dəfə. Və Allah Subhanahu taala biz bilən dəlillər nəyə göstərir? Ki, iki gözü var, özünə layiq olan.
Və bu ayələrdə də isbat edir Allah Taala'nı görməyin, gözləri olmağı. Və təbii ki, müxaliflər qardaşlar, onlar müqayisə ediblər, onların zəlaləti nədir? Onlar müqayisə ediblər məxluqa. Müqayisə ediblər məxluqa, deyiblər məxluqda da var, deməli məxluqda varsa biz inkar etməliyik, həqiqəti. Həqiqəti inkar etməliyik. Bu onların zəlalətidir. Qiyası, batıl qiyası, müqayisəsi. Və ya ad verirlər ki, məcazdır, məcaz adı verib, başqa inkar edirlər və ya təvil edirlər, başqa məna verirlər. Səbəb də nədir qardaşlar? Yəni, səbəblərdən biri, sələf fikir verərsəz, sələf. Sələf birinci dəlillərə baxıb, dəlillərdən sonra qaydaları qurublar. Müxaliflər isə elə deyil. Müxaliflər dəlildən qabaq qaydaları qurublar, sonra dəlillərə baxıblar. Aydındır, ona görə düşüblər ziddiyyata, azıblar. Amma sələf birinci dəlillərə baxıblar, o dəlillərdən sonra qaydaları qurublar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Dəccaldan danışanda o bir gözlüdür, amma yəni bir gözü, iki gözü var. Sadəcə bir göz, sağ gözü silinib belə, bağlıdır. O da belə öyle o. Bir gözü o, təpə gözdür və s. yox. Yəni iki gözü var, sadəcə bir gözü belə bağlıdır, silinib. Sağ gözü. Amma sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə, amma Rəbbimiz tək gözlü deyil. Sonra Şeyx Rahimullah, İbn Teymiyyə Rahimullah. İbn Teymiyyə hardandır? Neçənci ildə vəfat edib İbn Teymiyyə? Ha? Ha, 728, Əhsən. Əhsən, 728. Diyarbakır'dan idi, Kürdü idi. İndiki Diyarbakır'dan. Rahimullah. Köçür sadəcə. Monqollar hücum eləyəndə qaçır atası, oradan çıxır, gəlir Şama. Ona görə Şamda böyüdür. Tayyib. Sonra Şeyx Rahimullah buyurur, El-isbatu s-səmi'u vəl-basar lillahi ta'ala. Allah subhanət hələ eşitməyi və görməyi. Yəni isbatı. Yəni biz etiqad edirik ki, Allah Teala eşidir və görür. Göz dedik, amma eşidir, yəni demək olar qulağı var. Yəni qardaşlar, gəlməyib o barədə. Demirik onu. Çünki biz dedik ki, Allah Teala'nın sifətləri də nədir? Tavqifidir. Tavqifi nədir? Nə gəlib onda diyarıq. Nə gəlib onda diyarıq. Sadəcə gəlib eşitməyi və salam. O birisi sifəti gəlməyib. Aydındır. Təbii ki, burada oxşarlığı yoxdur. Biz eşitsək də, birinci Allah Teala'nın eşitməyi bizim eşitməyi kimi deyil. Öyle deyək, qardaşlar. Burada Şeyx Rahimullah 7 dənə dəlil gətirib Quran-ı Kərimdən. Fikir verirsiniz, hədislərə hələm toxunmur. Ancaq ayələr gətirir. Ən birinci ayə Mücadilə surəsi 1-ci ayə. Allah Teala buyurur: "Qad sami'allahu qawlallati tujadiluka fi zawjiha və təştəki ilallah. Vallahu yasma'u tahawurakuma. İnnallaha sami'un basir." Mücadilə surəsi. Peyğəmbər sallallahu aleyhi ve sellem qadın gəlir, əlinlə mübahisə eləyib. Əlinlə mübahisə eləyib və gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem şikayətə. Orada zihar söhbəti olur, zihar. Zihar yəni kişi öz qadınına deyir ki, sən mənə anam kimsən, sən belini anama oxşayır və s. Cahillikdə bu boşanmaq idi. Boşanmaq idi. Hələ demək olmaz. Hələ demək olmaz. Gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem, Allah Teala ayı göndərir və deyir ki, Qəd səmi Allah. Allah eşitdir. Allah eşitdir mübahisəni. Allah eşidir. Və həmçinin Əl-İmran surəsi 181-ci ayəni gətirir Şeyx Rahimullah. Deyir, Ləqəd səmi Allahu qavləl-ləzīnə qalu innallaha faqirun və nəhnu əğniyyə. Ləqəd səmi Allah. Allah eşitdir. Sonra başqa ayə gətirir, Zuhruf surəsi 80-ci ayə. Allah Teala buyurur: "Əm yəhsəbunə ennə la nəsma'u sirrahum və necvahum bələ və rusuluna lədeyhim yektubun." Həmçinin
Zuhruf surəsi 80-ci ayə. Allah Taala buyurur ki, elə fikirləşirlər ki, biz eşitmirik. Onların gizlidə nə, aşkarda nə edirlər, nə danışırlar. Yəni eşitmirik. Əksinə eşidirik. Hətta rəsullarımız, yəni mələklərimiz, hətta onları yazır. Və sonra Şeyx Rahimullah Tahə surəsi 46-cı ayə gətirir. Allah Taala buyurur: "İnnəni ma'akuma əsma'u və ara." Musa Haruna deyir. Mən sizinlənəm, o vaxt Firavunu göndərir, yanına get danış onlarla. Deyir, mən sizinlənəm, eşidirəm və görürəm. Və sonra Şeyx Rahimullah Ələq surəsi 14-cü ayəni gətirir. Allah Taala buyurur: "Ələm ya'lem bi ennallaha yara." Yəni bilmirlər ki, Allah Taala görür onları. Və sonra Şuara surəsi 218-220. Allah Taala buyurur: "Ellezî yarâke hîne tekûm ve tekallubeke fis-sâcidîn. İnnehu huves-semî'ul alîm." Və sonra Tövbə surəsi 105-ci ayə gətirir. "Və qul i'malû feseyerallahu amalakum ve rasûluhu vel mu'minûn." Və bu ayələri gətirməkdə isbat edir ki, Allah Taala eşidir və görür. Eşidir və görür. Və təbii ki, burada mömin üçün hər bir biləndə ki, bunu Allah Taala eşidir və görür, təbii ki, mömin adam danışığına fikir verir onda, hərəkətinə fikir verir. Günah eləsə qorxur. Qorxur ne üçün? Bilir ki, Allah Taala görür, bunu eşidir. Amma savab iş görəndə ümid eləyir. Ümid eləyir ki, Allah Taala görür və eşidir. Ümid eləyir ki, Allah Taala qəbul edəcək ondan. Və s. Ona görə Allah Taala'yı tanımaq düzgün, Allah Taala'nın sifətlərini öyrənmək möminə təsir edir əməlinə, hərəkətlərinə. Ona görə Allah Taala'nın sifətlərinin o öyrənmək mənasını, isimlərin, sifətlərin mənasını öyrənmək faydaları böyükdür. Və Şeyx də buyurur, Şeyx Fovzan da, həmçinin bu ayələr də dəlildir ki, Allah Taala görür və eşidir. Görür və eşidir. Özünə layiq olan. Və biz müxaliflər kimi inkar etmirik, başqa məna vermirik, isbat edirik. Çünki bunu özümüzdən ixtira eləməmişik. Bunu Allah və Resulü deyib, onu təsdiq edirik və salam. Ya bu təsdiqə görə bəziləri ittiham edir bizi, deyirlər oxşadanlar, müşəbbihə. Və bəziləri deyir mücəssimə, cisim verənlər. Çünki onlar hələ yanaşır. Onlar deyirlər ki, əgər üzü isbat eləsək, üzdə burun var, göz var, dodaq var, dişlər var, dil var, oxşatdıq. Onlar hələ yanaşırlar. Onlar müqayisə edirlər məxluqa. Müqayisə edirlər məxluqa, o da olanın batil üslublarıdır. Müqayisələri, batil. Sonra Şeyx Rahimullah Allah Taala'nın başqa sifətlərini toxunur inşallah. Qalsın bu sifətlər gələn məclisimizə. Sadəcə bir gün Allah Taala'nın eşitməyin və görməyin və Allah Taala'nın iki gözü olmağından danışdıq. Allah Şeyxülislam'a rəhmət eləsin. Aydındır. Çox olmadı. Suallar varsa verin.